Dostlar salam, yeni bir Excel VBA videosuyla karşınızdayıq. Dostlar biz bu günlər sizinlə bərabər öz proyektlərimizdə istifadə etdiyimiz, həmçinin həşləmə prosesindən, hashing prosesindən danışacağıq, yəni şifrələmə prosesindən danışacağıq. Yoldaşlar, hash prosesi, ümumiyyətlə həşləmə prosesi təkcə VBA-yə aid xas bir məsələ deyil. Ümumiyyətlə proqramlaşma sahəsində, ümumiyyətlə development sahəsində çox məşhur olan və yetəri qədər olduqca da deməli tələb görən bir məsələlərdəndir. Hansı ki biz bunu əslində bunu görmürük də ən az bir istifadəçi səviyyəsində, lakin işin proqram tərəfini yazan mühəndislər artıq bundan daha çox istifadə edir. Yoldaşlar, biz bunu nə zaman istifadə edirik? Fərz edək ki, qarşımızda bu şəkildə belə bir pəncərə var. Hansı ki burada biz username-imizi və həmçinin də password və s. yazırıq. Lakin yoldaşlar, username və passwordun yoxlanılması. Yəni ki, mən burada username yazdım və öz passwordumu yazdım. Daha sonra isə login etdiyimiz zaman, əgər mən doğru daxil etmişəmsə və bu deməkdir ki, artıq mən bu sistemə və ya ki, artıq nədirsə, həmin ona daxil ola bilirəm, düzdürmü? Yaxşı yoldaşlar, təbii ki, username və passwordun da yoxlanılması da bu database ilə əlaqəli bir məsələdir. Yəni ki, mən əvvəlcədən əgər qeyddən keçmişəmsə, mənim daxil ilk dəfə qeyddən keçdiyim username və passwordum artıq database-də var və bu mən artıq ondan sonra bura qeyd etdiyim bu username və password gedir, database ilə yoxlanılır. Həqiqətən də qeyd olunan username və passworda uyğun gələn bir account, artıq bir keçid varsa və təsdiqlənir, daha sonra isə login prosesi həyata keçirilir. Yoldaşlar, database hissəsini göstərmək istəyirəm sizə o səbəbdən. Baxın, database-də təxmini aşağı-yuxarı necə olur? Bizim cədvəlimizdə bizim bir username sütunumuz olur, həmçinin qarşısında bir ədəd password adında bir sütun olur və bu paralel olaraq bu şəkildə yoxlanılır və ondan sonra artıq doğrudurmu və ya yanlışdırmı ona uyğun olaraq da login prosesi həyata keçirilir. Lakin fikir verin yoldaşlar, burada mən password hissəsində uzun belə bu şəkildə simvolik kodlar yazmışam. Simvolik bir müəyyən bir tekst var. Dostlar, təbii ki də bu ilk görüşdə password kimi görsənir. Lakin təbii ki də biz istifadəçimiz hər dəfə oturub bunların hamısını, yəni burada toplamda 64 simvol var. Bu 64 simvolun hər birini burada gəlib də yəni password hissəsində yazmır. Onun yazdığı ən uzağı nədir? Misal üçün mən gəldim username Sənan yazdım, həmçində Sənan 123 yazdım və bu yazdıqlarım bunlardır. Lakin bunun üzərindən nə baş verir? Yoldaşlar, gəlir database-də yoxlama edilir. Lakin yoldaşlar, fikir versəniz, mən burada yazmışam Sənan 123, lakin database-də isə password olaraq bu şəkildə bir qarşıma bir simvolik bir yazı çıxmışdır. Baxın yoldaşlar, bu əslində burada olan bu deməli simvollar, bu yazı, bu tekst əslində mənim istifadəçimin qoyduğu bu passwordun hashlənmiş versiyasıdır. Yəni ki, yoldaşlar, biz bu hashləmə prosesi vasitəsilə istifadəçimizin yazdığı şifrəni zaten ondan başqa heç kəs bilmir, lakin bizim database-imizdə olur. Hər bir halda təhlükəsizliyi maksimum səviyyəyə çatdırmaq üçün biz onun şifrəsini belə baxdığımız zaman burada Sənan 123 olaraq da store eləyə bilərdik. Lakin onun əvəzinə nə edirik? Həmin o Sənan 123-ü bir alqoritm vasitəsilə bu şəkildə hashləyirik və hansı ki bu hashləmə prosesi yoldaşlar one way hashləmədir, yəni ki bir tərəfli hashləmədir. Yəni ki hər hansı bir maşın və ya alqoritm bu hashlənmiş kodu geri Sənan 123-ə çevirə bilmir. Bu səbəbdən yoldaşlar biz unikal tək tərəfli bir string alırıq, bir tekst alırıq və bundan sonra artıq yəni təhlükəsizliyi maksimum səviyyəyə çatmış olur. Yoldaşlar, hashləmə prosesi tam olaraq budur. Yəni ki biz istifadəçilərdən aldığımız məlumatları bu şəkildə hashləyirik və ondan sonra həmin o hash passwordlar üzərindən artıq bütün proses həyata keçirilir. Yoldaşlar, Sheet 1 səhifəsində mən bu hashləmə prosesi ilə bağlı olan müəyyən qısa bir təsvirlər yazmışam. Yoldaşlar, hashləmə prosesini həyata keçirən bu obyekt, bu kitabxana Excel VBA-də SHA-256 deməli kitabxanasıdır. Hansı ki biz onu sonradan import edəcəyik indi birazdan və onun üzərindən müəyyən bir gedişatla, müəyyən bir alqoritm vasitəsilə öz yazdığımız teksti və passwordu artıq nədirsə onu deməli hashlənmiş versiyasını istifadə edəcəyik və bunu da yoldaşlar bir ədəd real bir case üzərində sizə göstərəcəm.
Yoldaşlar, qısa izahda yazmışıq ki, istənilən mətn və ya faylı qəbul eləyir. Yəni ki, burada söhbət biz təbii ki də mətnlərdən gedir. Biz burada password əlavə edəcəyik və o passwordu hashləyəcəyik. 64 simvolluq hexadesimal hash yaradır. Yoldaşlar, bax burada görmüş olduğunuz, yəni ki, bu string toplamda 64 simvoldan ibarətdir və həmin onu yaradır. Və həmçinin yoldaşlar, bayaq dediyim kimi one way funksiyadır. Yəni ki, geri çevrilmir. Yəni bir dəfə hashlənmiş kodu bu şəkildə biz hashləyirik. Yəni heç bir alqoritm bunu geriyə çevirə bilmir. Yəni ki, artıq burada bayaqdan bəhs etdiyim təhlükəsizlik də elə oradan gəlir ki, yəni ki, mən bu passwordu bu şəkildə artıq hashləmişəmsə, heç bir şəkildə mən bunun artıq və ya necəsə bir başqası bilə bilməz ki, həqiqətən sənin qarşısında hansı passworddur. Bunu yalnızca və yalnızca doğru deməli, password daxil edildiyi zaman həqiqətən doğru olub-olmadığını burada görə bilərik və yaxud da ki, burada yazılmış olan bu hashin nə olduğunu artıq biləcəyik. Bundan əlavə yoldaşlar, əsas xüsusiyyətləri dediyimiz kimi təhlükəsizlikdir. Fikir versəniz, eyni input həmişə eyni output verir. Nə deməkdir bu yoldaşlar? Yəni ki, mən burada gəlib Salam 1-2-3 yazanda həmişə bu gedir database, ümumiyyətlə hashləmə prosesində bu string verir. Yəni hər dəfə fərqli string verə bilməz. Təbii ki, belə olan təqdirdə çox mənasız olar. Həmin bax bu xüsusiyyət onda var. Həmçinin yoldaşlar, fikir versəniz, çox kiçik dəyişiklik fərqli nəticə verir. Yəni ki, nə deməkdir bu? Mən Salam 1-2-3-ün əvəzinə misal üçün Salam 1-2-4 yazsaydım, yəni bir ədəd dəyişsəydim, belə eyni qaydada burada olan bu string daha fərqli bir nəticə verməli idi. Ondan əlavə yoldaşlar, harada istifadə olunur? Baxın, şifrə saxlanılmasında, password hashingdə elə biz bu günlər bunun üzərində danışacağıq. Bundan başqa blockchain texnologiyaları, data integrity və s. və həmçində rəqəmsal imzalarda fikir versəniz, həmçində orada deməli yoxlanılır. Bax, bunu eləyən deməli kitabxana bizdə SHA 256-dır. Elə isə yoldaşlar, gəlin mən bunu öz proyektlərimdə necə inteqrasiya edirəm, necə istifadə edirəm, o kitabxananı necə yükləyirəm və necə istifadə edirəm ən yaxşı şəkildə onlar haqqında danışmağa çalışaq. Həmən yoldaşlar, istəyirəm Excel VBA deməli pəncərəmi açım. Burada bir ədəd modul əlavə eləmişəm, public sub main adında. Yoldaşlar, mən birazdan bir neçə kod yazacağıq əlbəttə. Burada müəyyən məsələlər olacaq. Hansı ki, mən istəyirəm ki, SHA 256-nın bu hashləmə prosesini class modul üzərindən aparım, daha professional bir yazı stilim olsun. Əgər sizin class modul ilə bağlı əgər çətinliyiniz varsa, yoldaşlar, tövsiyə edirəm ki, ilk öncə class modul dərslərimizi dinləyəsiniz, ondan sonra gələsiniz. O zaman yoldaşlar, həmən başlayaq. Yoldaşlar, həmən bir insert deyirəm burada project pəncərəsində və class modul əlavə edəcəm. Yoldaşlar, class modulumuzun adını verək. Hansı ki, bu class modulumuz nə üçündür? Sırf bu class modula mən müraciət etdiyimiz zaman bu bizə bütün hashləmə prosesini handle eləməlidir və mənə hashlənmiş bir şəkildə həmin o stringi verməlidir. Yəni, uzun sözün qısası nə deyəcək yoldaşlar? Mən ona verəcəm, məsələn, Salam 1-2-3, o gedib mənə bax, bu hashi geri qaytarmalıdır. Yəni ki, iki dənə prosesə, iki dənə əməliyyatı daha doğrusu, mən hashləmə prosesini deməli tamamlamalıyam. Yoldaşlar, class modulunun adını verək. Class moduluna belə bir şey CLS olsun SHA 256 hasher adında belə bir adlandırma edirəm. Təbii ki, istədiyiniz adı qoya bilərsiniz və başlayaq içərisini doldurmağa. Yoldaşlar, dediyimiz kimi bizə bir ədəd bir kitabxana lazımdır. Əslində bu kitabxana System Security Cryptography və SHA 256 Managed adında bir obyektli bir kitabxanadır. Biz bunu yüklədikdən sonra, yəni ki, biz onu import etdikdən sonra, bundan bir obyekt yaratdıqdan sonra artıq biz onu istifadə edəcəyik. Və bu proses yoldaşlar bir neçə addından ibarətdir. Onların birincisi bizim yazdığımız bu teksti, yəni ki, bizim indi bu password üzərinə gedəcəyik. Bu passwordu götürəcəyik və bu passwordu ilk öncə byte-a çevirmək lazımdır, sonra hash koduna çevirmək lazımdır. Daha sonra isə onu lazım olanlarını birləşdirəcəyik. Yoldaşlar, hər bir addımını tək-tək eləyəcəm ki, tam aydın olsun. Yoldaşlar, həmən istəyirəm ki, içərisində, yəni bu klassın içərisində bir neçə member və variable'lar əlavə eləyək. Hansı ki, private olsun yoldaşlar, kənardan hər hansı bir müdaxilə olmasın və birinin adına qoyaq object. Yəni ki, yoldaşlar, object adında as bir object tipində olsun. Biz bunun vasitəsilə, bu object deməli variable vasitəsilə həmin o kitabxananı əlavə edəcəyik. Və yoldaşlar, bundan əlavə bizə bu prosesin gedişatında, mən bunu öncədən deyirəm artıq, müəyyən bir ərreylər, müəyyən bir dəyərlər lazım olacaq. Bu dəyərləri biz müəyyən ərreylərdə toplayacaq. Onlardan birincisi byte ərreyi olacaqdır. İkincisi isə yenə byte tipində olan hash ərreyi olacaqdır. O səbəbdən yoldaşlar, burada gəlin M ehtiyac yoxdur. Düşünürəm ki, birbaşa bytes yazaq. Həmçinin as byte kimi boş bir, yəni ki, hansı bir ölçü verilməmiş bir ərrey əlavə edirəm. Bundan əlavə private deməli hash adında olan
Bu şəkildə bir ədəddə yenə dəyişən yaradıram. Bu da eyni qaydada byte tipində olsun. Çünki içərisində zaten aşağı-yuxarı byte tipində olan dəyərlər gələcəkdir. Yoldaşlar, class modul olduğu üçün biz class modulun initialize metodundan, hansı ki bu bir eventdir, class modul çağırıldığı zaman, yəni class modul işə düşdüyü zaman bu bir konstruktor görev, yəni ki vəzifəsini icra edir. Hansı ki burada biz class initialize içərisində yazmışıqsa, class modul yaradılanda, onun obyekti yaradılanda bu class initialize deməli işə düşəcəkdir. Bunu artıq class modul dərslərimizdə toxunmuşuq. Və set deyəcəm, istədiyim odur ki, yoldaşlar, elə mən hər hansı bir yenidən hər hansı bir başqa bir əməliyyat icra etməyim, elə birbaşa həmin bu obyektə bax, lazım olan kitabxananın obyektini gətirsin və ondan istifadə edək. Yoldaşlar, bunun üçün mən create object deyə bir yazı yazıram. Hansı ki, bunun içərisində isə yoldaşlar kitabxananın adını yazacağım. Yəni ki, nədir yoldaşlar? Bunu mən əzbərdən deyirəm. System nöqtə security nöqtə həmçində yoldaşlar kriptografi. Yazdım mı? Bəli. Kriptografi adında və ondan da içərisində yoldaşlar SHA-256 Match deyə bir kitabxana var. Hətta deyərdim sizə bir klass var. Hansı ki bunu biz burada istifadə edəcəyik. Yoldaşlar, maraq üçün deyirəm, System Security Kriptografi, həmçində SHA-256 Match və s. Bunların hər bir yoldaşlar .NET kitabxanasından gələn bir deməli məsələlərdir, obyektlərdir. Əgər istəsəniz ayrıca bunlarla maraqlana bilərsiniz. Əks təqdirdə bu bizim dərsin mövzusu deyil, sadəcə əsas kod hissəsinə fokuslanacağıq. Kriptografi SHA-256 Managed. Ondan sonra yoldaşlar, təbii biz nə edə bilərik? Bu initialize edildikdən sonra gəlin əsas artıq bunu etdikdən sonra, yəni ki bu obyekt gələndən sonra artıq həşləmə prosesinin özünə keçək. Dostlar, bunun üçün artıq private və s. ehtiyac yox, çünki biz birbaşa buna müraciət edəcəyik. Hansı ki mən istəyirəm ki elə bir funksiya olsun ki, o funksiyaya müraciət edeyim, ona bir dəyər ötürüm. Misal üçün Sənan 123-ü ötürüm, o da mənə həşlənmiş versiyasını geriyə qaytarsın. Dostlar, bunun üçün də public function deyirik və get hash str, get hash string mənasında bu şəkildə bir adlandırma elədim. Dediyim kimi sərbəstsiniz, istədiyiniz adlandırma edə bilərsiniz. Və burada yoldaşlar biz buna təbii ki də bir tekst ötürəcəyik. Hansı ki bu password da ola bilər, başqa bir şey də ola bilər. Yoldaşlar, bu da onu deyim ki, burada mən yəni ki SHA-256 hasher class modulunu təkcə yəni ki bu password üçün etmirəm. Yəni düzdür, bizim bu praktikamızda ancaq bunun üçün edəcəyik, amma bunu qlobal şəkildə düzəltmək üçün bu şəkildə tekst və s. adlandırıram. Əks təqdirdə buna password da yaza bilərdim. Lakin elə etmək istəyirəm ki, təkcə password üçün deyil, yəni istənilən hər bir şey üçün bu, yəni hər bir tekst üçün bu işləsin. Get hash str adında bu şəkildə bir funksiya düzəltdik, bir funksiya düzəltdik. Hansı ki bu geriyə tekst qəbul edəcək, lazım olan dəyəri. Lakin geriyə isə həşlənmiş versiyasını qaytarmış olacaqdır. Yoldaşlar, içəridə həmən istəyirəm ki, gələn bu teksti deməli byte, yəni və ya ki Unicode-a çevirək. Yoldaşlar, bytes deyəcək. Yəni ki, həmin bu yuxarıda deməli qeyd etdiyimiz bytes-ı və bundan sonra yoldaşlar bir ədəd bizim metodumuz var. Hansı ki bu str adında, hansı ki string converter demək olar buna. Gələn stringləri lazım olan bir dəyərə konvertasiya etmək üçün istifadə olunur. Mən dəyərim text yoldaşlar, lakin konvertasiya etmək istədiyim isə yoldaşlar Unicode-dur. Dostlar, bu Unicode nədir? Hansı ki yəni burada yazılmış olduğum bu kod nədir? Ümumiyyətlə nə iş görəcəkdir bu str konvertasiyası? Hansı ki text, gələn bu texti, yəni ki məsələn Sənan 1, 2, 3-ü hər bir hərfini yoldaşlar, yəni ki S, A, N, A, N, həmçinin 1, 2, 3-dən özünü yoldaşlar ASCII table-ında olan həmin o, yəni ki, deməli dəyərlərə çevirəcək. Yoldaşlar, maraq üçün göstərmək istəyirəm. ASCII table-da müəyyən bir, ümumiyyətlə bizim kompüterimizdə olan müəyyən bir simvollar və s. var ki, onların desimal qarşılığı ASCII table-da göstərilibdir. Yoldaşlar, fikir versəniz, A hərfi həm böyüyü, həm kiçiyi desimal olaraq 97, desimal olaraq 65 və s. sayılır. Yəni, buna deməkdir, yoldaşlar, ən yaxşı başa düşmək üsulla əgər adlandırsaq, yəni ki, mən burada, misal üçün, hər hansı bir S klik ediyim zaman klaviaturada,
Yəni mən istəyirəm, lakin o desimal olaraq yoldaşlar kompüterin yaddaşında 115 olaraq deməli qeydə alınır və ya 115 kodu ilə qeydə alınır. Həmçinin fikir versək yoldaşlar, baxmayaraq ki, rəqəmlərdir. Rəqəmlərin də özünə xas olan müəyyən bir kodları burada var. Fikir versəniz 0.48-dən başlayır ta 9-a qədər, 57-yə qədər gəlib çıxır. Və bu şəkildə yoldaşlar həmin bu ASCII table-a çevrilir. Dediyim kimi bu da işin gedişatının bir parçası sayılır. Bundan sonra yoldaşlar çevrilən bu baytları artıq biz hash deməli alqoritması vasitəsilə elə onun qurulmuş olduğu hashing deməli prosesinə çevirəcəyik. Dostlar, bu da nə deməkdir? Hash deməli array içərisinə biz artıq bundan sonra m object yəni ki, həmin bu bizim create object deyib də SHA-256-dan gələn bu obyekt üzərindən. Yoldaşlar, bunun içərisində bir ədəd deməli bir metod var. Hansı ki, bu bizim elə əsas metodumuzdur. Hansı ki, bu metod vasitəsilə biz yoldaşlar deməli gələn o baytların hamısını artıq hash baytlarına, hash kodlarına çeviririk. Bu işi ilə görək yoldaşlar, compute deməli hash altdan xətt 2 adında bu şəkildə bir metod var. Bu metod bu işi görmüş olacaqdır və qəbul elədiyi dəyər də nədir yoldaşlar? Bizim içərisinə göndərdiyimiz baytlar. Yoldaşlar, işin bu hissəsində tam aydın olması üçün ən azından nə iş, yəni gedişatın bu gedişatda hansı addımlarda nə iş görülür, bir onu göstərmək istəyirəm sizə. Ən azından bu byte göstərmək istəyirəm ki, yəni bu bytein içərisində toplandı. Yoldaşlar, bunun üçün gəlin bu ortada for i bərabərli bir döngü yaradaq. L-bound deyək bu byte hissəsini, həmçində u-bound deyək byte hissəsini və bundan sonra yoldaşlar next i. Dostlar, bu hissədə sadəcə exit function yazacağım, arxasına baxmağa gərək yoxdur və bundan sonra debug.print və bytes deyək, yəni sadə şəkildə bytesin içərisində ümumiyyətlə nə yığılıbdır, bir onları görməyə çalışaq. Dostlar, modul hissəsinə qayıdıram, bir ədəd dim, deməli hash adında, hətta hasher adında və ya hash olsun və ya fərq etməz, as new CLS yeni yaratdığımız SHA-256 hasherını əlavə edirəm və bundan sonra yoldaşlar get hash stringdə isə bu şəkildə yoldaşlar nə çağıraq? Sadəcə, misal üçün, Sənan olduğunu çağıraq. Yəni ki, Sənan adlı sadəcə bu dəyəri hashləməyə çalışaq. Ümumiyyətlə, bu yəni ki, byte hissəsində nə toplanıbdır, ən azından ona baxmağa çalışaq. Yoldaşlar, bundan sonra hash gəlirəm, F5-də yəni ki, kodu işə salmağa çalışaq. Gəlsin, debug eləyək. F8 ilə addımlayaq. Baxın, obyekt yarandı. Yəni ki, onu daxil etdi. Baxın, yoldaşlar, konvertasiya getdi bytes-a. İndi yoldaşlar, diqqətlə baxın, bytes-in içərisində nə var? Həmən immediate window-mu açıram. Biraz da bir yuxarıya gətirək, tam görsənsin deyə. Və bundan sonra yoldaşlar, fikir verin, 115, 97 və s. 110. Və fikir versəniz, bəzi yoldaşlar rəqəmləri bura yazmış oldu. Yaxşı yoldaşlar, bu 115, 97, 110 və s. nədir? Gəlin, bax, bunun ASCII table-unda qarşılığını axtaraq. Yoldaşlar, diqqətlə baxın, indi ASCII table-ından sözün mən kiçik S hərfinə baxsam, fikir versəniz 115-dir. Həmçinin A hərfinə baxsam, fikir versəniz 97-dir. Həmçində N hərfinə baxsam, fikir versəniz burada N hardadır, 110 olduğunu görə bilərsiniz. Yəni ki, bu dəyərlər, bu daxil edilmiş bu stringin bütün simvollarına baxaraq həmin onun byte-ını çıxartmış olacaqdır. Yoldaşlar, bundan sonra isə artıq nə iş görür? Həmin bu byte-ları, yəni 115, 97 və s. ona xas olan bir alqoritma vasitəsi ilə yoldaşlar, yəni ki, bu SHA-256 manage klassının içərisində olan bir alqoritmaya əsasən bunların da hamısını yoldaşlar hash kodlarına çevirmiş olacaqdır. Gəlin ona da baxaq. Yoldaşlar, fikir versəniz, indi deyək ki, for döngüsünü şeydən sonra qoydum. Baxın yoldaşlar, modul deyirəm. Gələk burada run düyməsinə klikləyəndə fikir versəniz, yəni ki, toplamda burada səhv etmirəmsə 32 dənə olmalıdır. 32-lik yəni müəyyən bir ədədlərə çevirir, yəni ki, bir alqoritma vasitəsilə və artıq bundan sonra yoldaşlar bizim əsas prosesimiz də bundan sonra başlayacaq. Yəni ki, biz burada artıq müəyyən bir ədədləri, müəyyən bir kodları aldıq. Bax, indi bu kodları aldıqdan sonra bu kodların hamısını yoldaşlar burada görmüş olduğunuz, hansı ki, Excel faylını açacağım. Burada görmüş olduğunuz bu kodlara, bu simvollara çevirə bilərik. Dostlar, axırıncı prosesdə bizdən nə tələb olunur? Deyilir ki, artıq hash kod öz işini gördükdən sonra, yəni ki, hashləmə prosesi öz işini bitirdikdən sonra, müəyyən bir alqoritm vasitəsilə bu rəqəmləri sizə verdikdən sonra, yoldaşlar, siz bu rəqəmləri deməli nə edəcəksiniz? Hexadesimal deməli formatına gətirmiş olacaqsınız. Yoldaşlar, bu hissədə də demək istəyirəm hexadesimal nədir? ASCII table başa düşdük. Müəyyən bir dəyərlər var ki, hansı ki, onlar ümumiyyətlə bütün ədədlər
dəyərlər, simvollar, bilinmiş olduğumuz nə qədər şey varsa hamısı kompüterdə fikir versəniz desimal olaraq burada qeyd olunubdur. Bir də bunun qarşısında yoldaşlar fikir versəniz həmçində hex kodu da var. Əslində bu dəyərlərin hexadesimal qarşılığı da var əslində. Dostlar, hexadesimal nədir? Hexadesimal isə yoldaşlar 16-lıq say sistemidir. Kompüter deməli kompüter ümumiyyətlə yaddaşı ilə və s. maraqlananlar bilir. Ümumiyyətlə biz belə real həyatda nədən istifadə edirik? Yəni onluq say sistemindən istifadə edirik. Hansı ki bizim say sistemimizdə əslində toplamda 10 dənə simvol var. Hansı ki 0-dan 9-a qədərdir. Toplamda 10 dənə. Yəni ki artıq 9-dan sonra gələn bütün, yəni 10 daxil və digərləri sadəcə 0 və 9-un kombinasiyalarıdır. Yəni ki 9-dan sonra 1, 0, yəni 10 gəlir. Yəni 10 nə deməkdir? 1 və 0-ın birləşməsidir. Hansı ki bu 0 və 9 aralığında onsuz da var. Lakin hexadesimal kod isə bundan başqa binary, belə deyək, binary say sistemi də var. Məsələn, hansı ki ikili say sistemləri 0, 1 də var. Onların hamısı keçərlidir. Fikir verirsiniz, burada zaten yazılıbdır. Lakin hexadesimal kod isə yoldaşlar 16-lıq say sistemidir. Hansı ki 16-lıq say sistemində yenə 0-dan 9-a qədər gəlir bütün simvollar. Lakin artıq 10-cu və təxmini 15-ə qədər isə A, B, C, D, F olaraq deməli qeyd olunur. Fikir verirsiniz yoldaşlar. Yəni ki mən misal üçün hər hansı bir dəyər daxil edirəm kompüterin deməli kalkulyator vasitəsilə və s. Hansı ki mən misal üçün 11 daxil etdiyimiz zaman 11 desimal olaraq mən görürəm. Yəni ki, mən öz onluq say sistemimdə 11-i bu şəkildə görürəm. Lakin kompüter onu B olaraq deməli kodlayır. Məsəl üçün fikir versəniz 15-də isə fikir verin F olaraq kodlayır və s. Və bundan sonra gələnlər də eyni qaydada bu şəkildə deməli davam edir. Məsəl üçün siz artıq buradan təxmin edirsiniz ki 15-dən sonra 16 gəlsə qarşısında, yəni ki F-dən sonra artıq G falan yazası deyil təbii ki də nə yazmalıdır yoldaşlar? 1, 0. Hətta yoldaşlar görün başqa bir hardasa bir yerdə varmı? Var. Fikir versəniz yoldaşlar, baxın ilk sırada 0, 1 və s. gəlir 0, F. Yəni ki bu F zaten F deməkdir. Və bundan sonra yoldaşlar fikir versəniz 16 isə 1, 0-dan başlayır. Yəni ki 10-dan başlayır. Yəni bizim say sistemimizdə 10 bizim üçün 10-dursa, lakin hexadesimala görə isə bu 16 sayılır. Bax, burada yazılmış olan dəyərləri isə yoldaşlar, indi geri qaydıram öz nümunəmizə. Burada yazılmış olan dəyərləri bizdən tələb olunur ki, bu prosesdə, əzbərə deyirəm artıq bunu, bunları hamısını hexadesimal ilə deməli əvəz edək. Yəni ki, mən burada 56 yazmaq istəmirəm, 56-ın əvəzinə, yəni ki, simvolik bir yazı deməli olmuş olsun. Yoldaşlar, o zaman gəlin belə eləyək, belə deyim, bu for döngüsündən sonra hətta for döngüsü qalsın, zaten əslində bir aşağı yuxarı bizə bu lazımdır. Yəni ki, həşrin üzərində, bu ədədlər üzərində addımlayaq, hər birini tək-tək deməli hexadesimal koda çevirək. Yoldaşlar, baxın, indi hətta debaqı da silməyim, burada da yəni yoxlamağa çalışaq. Hexadesimal necə çevriləcəkdir? Dostlar, hex adında bizim bir ədəd, deməli bir metodumuz var. Bu metod yoldaşlar içərisində ötürülmüş olan o number var. Hətta fikir verirsiniz, argumenti zaten number idi. Bu number yoldaşlar hexadesimala deməli dəyərə çevirmiş olacaqdır. Gəlin yoldaşlar, bax indi bunu yoxlayaq. Görə həqiqətən də çevirməyi bacarırmı? Dostlar, burada bir məsələni xatırladım. Yəni ki, biz burada yazmış olduğumuz dəyərləri də əslində biz hardasa hash kimi götürə bilərik. Lakin hansı ədədlərdən ibarət olmasın deyə biz bunu nə edirik? Yəni gəlib həmçinin nə ilə ifadə edək? Yəni ki, standart bir uzunluqda olan və həmçində içərisində müəyyən hərflər də olan bir deməli dəyərlərə çevirməyə çalışacağıq. Modul deyərəm yenidən yoldaşlar, həmçinin bu hissədə run düyməsindən klikləyəndə fikir verirsiniz yoldaşlar, bunların hamısını, yəni ki, vahid uzunluqda, iki uzunluqda olan bir dəyərlərə çevrilir. Fikir verirsiniz yoldaşlar, birincidə 56 yazırdı, 56 nə oldu yoldaşlar? Bu səfər 38 oldu, 69 və digərləri. Fikir verirsiniz, bəziləri 1A hərflərlə həmçinin deməli ifadə olunubdur. Hətta yoldaşlar, gəlin istəyirsiniz yoxlayaq. Məsəl üçün, mən belə bir axtarış eləmək istəyirəm. Decimal to hexadesimal deyə bir konvertasiyadan istifadə edək. Yəni ki, mən buraya yazım 56 desimal olaraq, desimal və 56. Görüm onun hexadesimalı nə çıxacaq. Fikir verin, konvertasiya etdiyimiz zaman fikir verin 38-ə çevirmiş oldu. Yəni ki, vahid bir sistemə çevirmiş oldu. Dostlar, həmçinin orada 116 və s. vardı. Yəqin ki, bunlar da artıq 1A və s.dir. Hər bir halda yoldaşlar fikir versəniz, burada yəni ki, hərflərlə də həmçinin ədədlərlə ifadə olunmuş bir yazı ortaya çıxmış oldu. Dostlar, fikir versiniz, sadəcə bəzi hissələrdə belə bu şəkildə 1 falan var. Bu da böyük ihtimalə 1-in özüdür. Məsələ budur ki, bunu mən bu şəkildə saxlamaq istəmirəm. En azından 0-1 yazsın və s. qabağında bir yəni, işarəsi olsun. Gəlin bu səbəbdən bu bizim burada
demişik və hash demişik içərisində. Hansı ki, bunu belə bir şey eləməyə çalışaq. Bunun qarşısına elə bir ki, 0 əlavə eləyək. Amma bunu 0-ı necə əlavə eləyək? String olaraq əlavə eləyək ki, yəni biz ona 0, çünki normalda ədədin qabağına yazanda zaten olmur axı, düzdürmü? 1 olaraq götürəcək. String olaraq yazsaq, düşünürəm ki, daha yaxşı bir, burada 0-1 olacaq və digərləri ilə eyni uzunluqda olacaq. Yəni ki, toplamda 2 uzunluqda olmuş olacaqdır. Və bundan sonra yoldaşlar run düyməsinə klikləyəndə, təbii silək buradan və run düyməsinə klikləyəndə, baxın yoldaşlar 0-1-in qabağına da həmçinin onu əlavə etmiş oldu. Prosto burada bir problem var ki, digərlərinin qabağına da əlavə etmiş olur. İndi nə etmək olar yoldaşlar? Sadə bir şəkildə, misal üçün ilk ağlıma gələn hər birindən sağdan 2 dənəsini götürsək, bunun da özü zaten 2-dir, sağın ikisi də elə özüdür. O səbəbdən hamısında standart uzunluq qalmış olacaqdır. Yəni ki, yoldaşlar, gəlib mən burada, bunların hamısı mənim üçün bir stringdir. Nə edə bilərəm? Bunu silim, əvəzində write funksiyası, text string hissəsinə mənim bu textim və burada hamısından 2 götürsəm və yenidən gəlib burada bunu run düyməsinə klikləsəm, təbii silək buranı, run düyməsinə klikləsəm, fikir versəniz, yoldaşlar mənə artıq nə verdi? Vahid bir string formatlarının hamısını vermiş oldu. Və yoldaşlar deməli, baxıram öz passwordlarıma, fikir versəniz, hərflər kiçik hərflərləndir. Gəlin elə birbaşa bunu da burada handle eləyək. Yəni, bütün hərflərin hamısını kiçik yazacaq. Zaten rəqəmlər aydın məsələdir. Bunun üçün də yoldaşlar, write-ın da tam əvvəlinə bizdə hazır olan lcase adında bir metod var. Bu metod vasitəsilə, bu funksiya vasitəsilə bunların hamısını kiçik hərflərə çevirəcəyik. Həmçinin modulda yenidən geri qaydıram. Run düyməsində klikləyəndə, baxın, artıq müəyyən bir ardıcılığı mənə vermiş oldu. Təsəvvür edin, yoldaşlar, mən bura sənan daxil edirəm. Yəni ki, sənan daxil edəndə artıq bu kompüterdə bu şəkildə həşlənmiş bir simvolik bir yazıya çevirmiş olacaq. Yəni ki, heç kəs artıq bundan sonra bu ədədlərə və ya rəqəmlərə və ya ki, bu ardıcılığa baxaraq deyə bilməz ki, bu sənandırmı, yoxsa bir başqa koddurmu və ya başqa bir şeydirmi və s. Yoldaşlar, yenidən geri qaydıram. Artıq debug etməyə ehtiyac yoxdur deyə düşünürəm. Bu bir funksiyondur zaten. Geriyə də elə string qaytarsın. Yəni ki, as bir string deyəcəm burada. Və debug print deyil də, elə onun əvəzinə yoldaşlar get hasher str bərabərdir, get hasher str birləşir, elə bunun özü. Yəni ki, özünün arxasına bütün rəqəmləri yoldaşlar və rəqəm və bu simvolların hamısını birləşdirə bilərsiniz, geçsin, ən sona çatsın və zaten get hasher, yəni ki, funksiyon adından istifadə etmişəm deyə return falan etməyə ehtiyac yoxdur. Elə yenidən nə edəcək yoldaşlar? Bunun özünü geriyə qaytaracaqdır bu funksiya və bundan biz istifadə deməli etmiş olacaq. Yoldaşlar, təbii burada bir məsələni yaddan çıxartmayaq ki, siz burada for ilə istifadə eləmişik. Bu normalda heç bir dəyişən əlavə etməyəndə variant kimi qəbul edib. Bu səbəbdən gəlin bunu dim as bir kiçik böyük olmasına ehtiyac yoxdur. Byte olsa düşünürəm ki, kifayət eləyəcək. Data tiplərdə byte olsa kifayət eləyər. Bu şəkildə deməli olmuş olsun. Dostlar, burada biz müəyyən bir obyektlərdən və s. istifadə edirik. Class modul dərslərimizdə demişdik ki, necə ki, bunları biz initialize etdiyimiz kimi, gəlin bunları həmçinin yerindəcə ilə nə edək, yəni ki, terminate eləyək, bütün hamısını necə ki, construct etdiyimiz kimi deconstruct eləmək lazımdır, yəni silmək lazımdır. Elə belə başdan başlayaq yoldaşlar, bu M obyektdən bərabərdir. Nothing deyərik, ki, bunların hamısı yaddaşdan silinsin. Yoldaşlar, biz burada yaradırıq yaddaşda, həmçində yaddaşdan silmək də lazımdır. Dostlar, təbii VBA-də garbage collector var, yəni ki, avtomatik olaraq bu obyektlər və s. yaddaşdan silinir, yəni hansı bir cache və s. artıqlığı olmur. Amma hər bir halda mən bəyənirəm ki, nə də olsa böyük bir proqram yazdığımız zaman dinamik bir şəkildə yaddaşdan istifadə etmək düşünürəm ki, daha yaxşı olar. Dediyim kimi, bu dediyim məsələlərlə bağlı class modul dərslərində çox geniş bəhs etmişəm. O səbəbdən oralara qayıtsanız, əgər bunlarla bağlı nəsə bir çətinlik varsa, daha yaxşı olar. Bundan sonra yoldaşlar, həmçinin bu bizim bu byte tipində olan bu arrayləri də təmizləyək. Sadə bir şəkildə yoldaşlar, arrays bytes deyərik, həmçində arrays hash deyərik. Tam-tamına bunların hamısı buradan silinmiş olar. Yaxşı yoldaşlar, o zaman düşünürəm ki, bizim artıq klassımız hazırdır. Artıq bunun üzərindən biz öz əsas prosesimizi icra eləyə bilərik. Dostlar, modula geri qaydıram və bunu buradan artıq silək, ehtiyac yoxdur. Bu qalsın, bu bizə lazım olacaq onsuz da və əsas prosesimizə keçək. Məqsəd budur ki, yoldaşlar, mən bu dəyərləri bura daxil etdikdən sonra nə baş verməli yoldaşlar? Login düyməsinə klikləyəcəm və əgər mənim databazimdə bu username ilə həmçinin bu password varsa, artıq bundan sonra nə baş verəcək yoldaşlar? Login prosesi gerçəkləşəcək. Ya istədikdə isə yox. Yoldaşlar, geri qaydıram
və həmçinin modulumuza. Və dostlar, belə bir şey. Nə etməliyik? Burada dostlar, biraz bunu balacalaşdıracağım. Tam gözümün qarşısında olsun. Məqsədimiz budur ki, yoldaşlar, buradan 2 dəyər götürək və qarşı tərəfdə yoxlayaq. Bunun üçün yoldaşlar, mən username as bir string kimi, həmçinin yoldaşlar, pass as bir string kimi 2 ədəd dəyişən əlavə edək. Yoldaşlar, username-ə bərabərdir. Home səhifəsi yoldaşlar, sheet 1-dir. Elə birbaşa buradan yazıram. Range, hansı range yoldaşlar? D10 range. Birbaşa nöqtə value. Həmçinin yoldaşlar, pass-da isə yenə sheet 1 range. O da hardadır yoldaşlar? Bu da D15-dədir. Dostlar, bu şəkildə D15 xanasından istinad edə bilərik ki, oradakı ədədləri, dəyərləri daha doğrusu götürək. Götürdükdən sonra yoldaşlar, mən düşünürəm ki, elə yerindəcə, zaten bu tamam username götürdük, birəbir username-in qarşılığı burada var. Amma lakin passwordun qarşılığı yoxdur axı, düzdürmü? Nə edəcək yoldaşlar? Bu passwordu elə özünü yerindəcə nə etmək olar? Hashləmək olar. Bax, bunun üçün nə edək? Belə bu şəkildə əlavə etməyək. Yəni bu dəyəri birbaşa passwordun içərisinə götürməyək. Bunun əvəzinə yoldaşlar, hash deməli bizim burada yaratdığımız bu dəyişən vasitəsilə bunun içərisində get hash str-in içərisinə text olaraq mən bu D15 xanasında olan dəyəri göndərim. Artıq bunun içərisində yoldaşlar, passwordun içərisində hashlənmiş bir password deməli olmuş olacaqdır. Bundan sonra yoldaşlar nə etmək olar? Gəlib artıq database-imizdə, yəni ki, bu lazım olan dəyəri axtaracaq. Nə etmək yoldaşlar? Bir i dəyişəni əlavə edək və içərisində deməli üzərində addımlama eləyək. Yoldaşlar, təbii bizim bu senarimizdə bu database bizim Excel faylının özündədir. Sadəcə göstərmək məqsədi edirəm, amma təbii siz buna Access database olsun və ya başqa bir deməli sistemlər olsun, orada eləyə bilərsiniz. Belə də ki, yoldaşlar, elə Excel'in özündə də eləyə bilərsiniz. Problem yoxdur. Çünki zaten baxdığımız zaman yoldaşlar, heç kəs burada passwordun nə olduğunu onsuz da başa düşmür, amma hər bir halda göstərmə məqsədi ilə Excel'də eləyirəm. Amma siz sabahlar Access-də, SQL-də və s. kimi databaselərdə eləsəz, bu daha çox effektivliyini yəni ki, göstərmiş olacaqdır. For i bərabərdir 0 yox 2-dən başlasın və to yoldaşlar 6-ya qədər. Dostlar, indi mən burada əlimlə 6 yazıram birbaşa. Siz özünüz praktik etdiyiniz zaman dinamik olaraq son sətri tapa bilərsiniz. Və nə edək yoldaşlar? Sadə bir şəkildə if əgər sales təbii burada gəlin belə bir şey eləyək. 2 səhifədə iş gələcək üçün mütləq qeyd eləyək hansı səhifədə nə götürür. Çünki yuxarıda qeyd elədik, aşağıda da qeyd eləyək. Database səhifəsi sheet 2-dir. Gəlirəm burada sheet 2 viz olaraq əlavə edirəm və end with. Və yoldaşlar, bundan sonra içərisində yazacağımız bütün dəyərlər hamısı sheet 2-yə aid olmuş olacaqdır. Necə? Nöqtə deyirəm sales i ikinci sütun və ya ki, belə də edə bilərsiniz yoldaşlar, artıq bilirik bunları. Nöqtə value bərabərdir username-ə. Həm username bərabər olsun. Yəni ki, bu if vasitəsilə təbii ki, if şərtin içərisindədir. Həmçində yoldaşlar, eyni zamanda sales i və C xanasında olan bu dəyər nəyə bərabər olsun yoldaşlar? Pass-ə. Və then dediyimiz anda belə bir, yəni ki, şərt keçərli olduğu zaman yoldaşlar, username B xanasında olan bizim göndərimiz username-ə, həmçində eyni sətirdə olan da bizim göndərimiz bu password-a. Hansı ki, bu password necə password olacaq yoldaşlar? Həşlənmiş bir password olacaqdır. Əgər eynilik təşkil eləyirsə, dostlarım, təbii burada sizə lazım olan metodları yazırsınız, yəni ki, daxil olma, başqa səhifə keçmək falan. Mən sadəcə göstərmək məqsədi ilə deməli login yazacağım ki, həqiqətən daxil olduğunu bilirsin. Bundan sonra dostlar exit for yazarıq ki, boşuna dönməsin. Hətta exit for yox, mən deyirəm ki, exit sub yazsın birbaşa. Exit sub. Çünki niyə yoldaşlar? Əks təqdirdə bura, yəni ki, bu if daxil olmasa, login eləyə bilməsə, ən aşağı hissədə nə yazsın yoldaşlar? Yəni ki, login deməli olmadı. Yəni ki, login failed və yazma olar. Tamam? Yəni ki, artıq biz biləcəyik ki, burada message box, bu login message box olmasa, artıq gəlib ən sonda bu login failed-ı verməlidir. Bu da hansı case yoldaşlar? Bizim göndərdiyimiz username və password üst-üstə düşmür. Yaxşı yoldaşlar, geri qayıdın və bu sana 1-2-3 üzərinə gedək. Birinci olan üzərinə gedək. Səhv etmirəmsə elə bu password sana 1-2-3-dür. Gəlin yoxlayaq elə yer gəlmişkən. Yoldaşlar, həmən main üzərindən daxil olaq. Hətta bunu istəyirəm ki, birbaşa loginə əlavə etməyək. Elə birbaşa. Yoldaşlar, prosesə başlayıram F8 ilə. Yəni ki, debug eləməyə başlayaq. Gəlirəm yoldaşlar, username götürüldü. Sənan. İndi diqqətlə baxın yoldaşlar, normalda bu hissədə zaten üzərinə tutanda yazılır. Fikir versə Sənan 1-2-3-dür. Lakin get hasher içərisinə daxil olduğu üçün bu şəkildə daxil olur və bundan sonra yoldaşlar
həşləmə prosesi zaten gedir. Yəni bunu end function eləyim. Çox 64 dəfə fırlanmayaq üzərində. Hash prosesi bitdikdən sonra yoldaşlar fikir verirsiniz zaten böyük bir simvolu artıq burada görürsünüz. Bundan sonra yoldaşlar düşür araya artıq bu pəs yoxlamasını database üzərində deməli etməyə. Yoldaşlar diqqətlə baxın, ilk addımda gəlir, tapa bilmədi, keçir, tapa bilmədi. Fikir verin yoldaşlar, heç bir yerdə yoxdur. Demək ki, yoldaşlar elə həmin bizim bura qoyduğumuz elə Sənan 1, 2, 3 deyilmiş. Yəni indi başqa kombinasiyaları da həmçinin yoxlayaq. Misal üçün belə bir şey eləyək. Gəlin Sənan və Sənan ilə birbaşa deyək. Yəni userin önündə passwordda Sənan deyək. Bundan sonra yoldaşlar run düyməsinə klikləndə baxın login olduğunu görə bilərsiniz. Demək ki, elə bizim passwordumuz nə imiş? Elə Sənan özüymüş. Həmçinin aşağıdakını yoxlayaq. Yoldaşlar gəlin Kamran üzərindən yoxlayaq. Kamran deyəcəm. Deməli, gəlib burada run düyməsinə klikləndə login oldu. Əksinə, yoldaşlar, Kamran Sənan yazsam, belə olan təqdirdə isə login failed olduğunu görə bilərsiniz. Artıq bu Kamranın qarşısında Sənan passwordunun olmadığının da bir bariz sübutudur. Yaxşı, yoldaşlar, gəlin qarşısında olan, bax bu Sənanın qarşısında olan dəyəri dəyişdirək. İki Sənan 1, 2, 3 olaraq bu şəkildə bir həşlənmiş kod qoyaq. Bunun üçün də yoldaşlar, gəlin belə bir şey eləmək istəyirəm. Məsələn, public sub test olaraq belə bir şey eləyəcəm sadəcə və demək istədiyim nədir? Bir ədəd hash prosesi başladaq. Bu hash prosesində yoldaşlar geri qayıdan dəyəri bu səhifədə olan C2 xanasına əlavə edərik. Yoldaşlar, hash prosesi başlasın. Hash və get hash istəyir. Hansı ki, yoldaşlar, Sənan 1, 2, 3 və deməli run düyməsinə klikləndə baxın, buradakı dəyişmiş oldu. İndi bundan sonra yoldaşlar Sənan və Sənan 1, 2, 3 yazsaq və main üzərində klikləsək, artıq fikir versəniz login olduğunu görə bilərsiniz. Demək ki, yoldaşlar, bizim artıq buradakı hashimiz elə Sənan 1, 2, 3-ün hashlenmiş versiyasını ortaya çıxardır. Və yoldaşlar, bu şəkildə yəni siz təhlükəsizliyi maksimum səviyyəyə deməli çıxara bilirsiniz. Təbii burada müəyyən bir suallar yaranır yoldaşlar. O suallardan biri budur ki, bəs yaxşı, mən də yəni istifadəçi öz şifrəsini yaddan çıxardıbdır. Tamam. Biz də aydın məsələ ki, developer olaraq bunu da bilmirik. Yəni bunu geri dekod eləyə bilmədiyimiz üçün biz də heç bir şəkildə bilmirik ki, bu nə qeyd elədir. Yəni belə çıxır ki, onda artıq bu account ömrünün axırına kimi artıq bizim yadımızdan çıxdımı bütün məlumatlar və s. Yox, yoldaşlar, bunun üçün də təbii ki də özünüz bilirsiniz, müəyyən bir saytlarda, portallarda və s. müəyyən bir forgot password deyilən bir anlayış var. Onu geri qaytarmaq üçün müəyyən bir üsullardan istifadə olunur. Verification emaillər ola bilər, nömrələr ola bilər və s. Oradakı proses sadəcə nədir yoldaşlar? Əslində bizim bu sonuncu gördüyümüz bu prosesdir. Müəyyən bir verifikasiyadan keçdikdən sonra sadəcə nə edir yoldaşlar? Köhnə hashi silir, yeni qoyulmuş passwordun, məsələn, Sənan 1, 2, 3-ün artıq hashini gətirib yazır, bax bu hissəyə. Yəni ki, hətta yoldaşlar, o professional dediyimiz o proqram, yəni ki, developing məhsulları belə orada öz etdiyi həşləmənin özü artıq bilmir. Zaten bu da elə bu işin ən yaxşı üsullardan biri olduğunun göstəricisidir. Bu şəkildə yoldaşlar, bizim bu günləri sizə göstərmək istədiyimiz bu həşləmə prosesi idi. Həmən üzərindən bir sürət şəkildə keçək. Dostlar, məqsədimiz buydu ki, bizim yazdığımız dəyəri bizim istifadəçimizin də özümüzün ümumiyyətlə heç bir şəkildə kənardan heç bir müdaxilə olunmaması və başa düşülməməsi səviyyəyə çatdırmaq idi və təhlükəsizliyi maksimum səviyyəyə çatdırmaq məqsədi daşıyırdı və bunu biz şifrə parol üzərindən, yəni username passport üzərindən etməyə çalışdıq və passwordu gizlətməyə çalışırdıq. Dostlar, bu kitabxana olaraq SHA-256 adında bir kitabxanadan, bu prosesdən, bu algoritmdən gəlir, hansı ki, bu da .NET kitabxanasıdır. Oradan gələn bir deməli xüsusiyyətdir və biz bundan istifadə edərək müəyyən bir addımlar vasitəsilə həmin o kodları aldıq, onu lazım olduqda byte koda çevirdik, hash koda çevirdik, həmçinin hexadesimal koda çevirdik və s. Təbii ki də bayaqlarda dediyimiz kimi yoldaşlar, bəzi hissələrin əslində ehtiyac yox idi, etməyə bilərsiniz, misal üçün hexadesimal və s. çevirmək, amma hər bir halda bu şəkildə standart kodların alınması üçün də gərəklidir. Və bu şəkildə yoldaşlar, bu klası bu şəkildə hazırlamışam. Bu klası zaten sizinlə də paylaşacağım. Bu videonun altında linki əldə edə bilərsiniz. O linkdən daxil olduqda
bu klası götürə bilərsiniz, kodları götürə bilərsiniz, öz proyektlərinizdə istifadə edə bilərsiniz. Yoldaşlar, bugünkü dərsimiz bundan ibarət idi. Gələn dərsdə görüşərik.